Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. Aprel ayı üzrə pensiya ödənişləri ilə bağlı vacib və sevindirici xəbər var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 14-də Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu üzrə pensiyaların ödənişi artıq həyata keçirilib. Bu ödənişlər minlərlə vətəndaşı əhatə edir və sosial rifahın təmin olunması istiqamətində atılan mühüm addımlardan biri hesab olunur. Pensiyaların vaxtında verilməsi xüsusilə yaşlı insanlar üçün böyük əhəmiyyət daşıyır. Çünki onların gündəlik ehtiyacları, dərman xərcləri və digər vacib tələbatları məhz bu vəsait hesabına qarşılanır. Məlumata görə güzəştli şərtlərlə pensiya hüququ qazanan şəxslər üçün də ödənişlər bu ay gecikmədən əvvəlcədən müəyyən olunmuş qrafi əsasında davam etdiriləcək. Bu isə o deməkdir ki, xüsusi kateqoriyaya aid olan vətəndaşlar da öz ödənişlərini vaxtında ala biləcəklər. Ekspertlər bildirirlər ki, son illərdə Azərbaycanda sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ciddi addımlar atılır. Pensiyaların mütəmadi şəkildə artırılması, ödənişlərin elektron sistem üzərindən daha şəffaf formada həyata keçirilməsi və vətəndaş məmnuniyyətinin yüksəldilməsi bu siyasətin əsas prioritetlərindəndir. Bundan əlavə pensiya ödənişlərinin vaxtında çatdırılması üçün müasir texnologiyalardan istifadə olunur. Bank kartları vasitəsilə həyata keçirilən ödənişlər vətəndaşların rahatlığını təmin edir və növbələrin qarşısını alır. Bunların inkişafına töhfə verir. Qeyd edək ki, ölkənin digər bölgələri üzrə də pensiyaların ödənişi mərhələli şəkildə davam etdirilir. Yaxın günlərdə regionlarda yaşayan pensiyaçıların da vəsaitləri onların hesablarına köçürüləcək. Ümumilikdə bu proses dövlətin sosial siyasətinin vacib hissəsi olmaqla yanaşı vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət edir. Pensiyaların vaxtında ödənilməsi cəmiyyətin həssas təbəqələrinin dövlət tərəfindən daim diqqətdə saxlanıldığını bir daha göstərir. Fonda isə qeyd etmək olar ki, pensiya alan vətəndaşların öz vəsaitlərini düzgün planlaşdırmaları, gündəlik xərclərini nəzərə alaraq istifadə etmələri də maliyyə sabitliyi baxımından olduqca vacibdir. Dövlət tərəfindən təmin olunan bu dəstəyi düzgün istifadə edildikdə daha rahat və sabit həyat şəraitinin qurulmasına kömək edir.